Salam hər kəsə. Bu videoda sizə ingilis dilindən MİQ imtahanına 2025-ci ilin MİQ imtahanına düşən yeni tip sual izah edəcəm. Hansı ki, MİQ imtahanına bu tipdə yeni bir sual düşmüşdü. Yəni əvvəlki illərdə belə bir tipdə sual yoxdur və yeni bir tip əlavə olunub. Bu o deməkdir ki, növbəti MİQ və sertifikasiya imtahanlarında bu tip suallarımız ola bilər. Və onu deyim ki, və getdikcə artıq oxuyub anlama testlərinə daha çox üstünlük verilir. Hətta qrammatik testlər belə demək olar ki, oxuyub anlama testləri üzərində qurulur. Yəni orada artıq təkcə bizim dil qaydamız yox, məntiqimiz, yəni oxuyub anlama səviyyəmiz ortaya çıxır. Və onu deyim ki, oktyabr ayında başlayan MİQ sertifikasiya hazırlıq qruplarımız davam edir. Siz də bu qruplara qoşula bilərsiniz. 070 846 81 91 nömrəsi ilə əlaqə saxlayıb bu qruplara qoşula bilərsiniz. Və həftədə 3 dəfə olur dərslərimiz. Dərslərimizdə, canlı dərslərimizdə sınaqlar işlədilir. Evə verilən mövzuların belə deyək də izahları olur. Həm dil qaydalarına aid testlərin, həm sınaqlar olacaq. Bundan əlavə də ki, oxuyub anlama testlərində izahı verilir. Dərslərimizdə isə yenə qeyd edirəm, mini sınaqlar işlədilir. Bu sınaqların içərisində həm oxuyub anlama bölməsinə aid testlərimiz var, reading comprehension, yəni həm də leksikologiyaya aid testlər var. İndi isə gəlin bu testimizə baxaq. Match the titles with the paragraphs, yəni başlıqları biz qısa paraqraflarla, abzaslarla uyğunlaşdırmalıyıq. Baxaq birinci başlığımıza. The influence of technology on modern communication, müasir ünsiyyətdə texnologiyanın təsiri. Artıq başlıqlarda oflu birləşmələrdən çox istifadə olunur və biz bilirik ki, ingilis dilində söz önlü birləşmələrin, yəni oflu birləşmələrin əsas tərəfi sol tərəfidir və burada təsirdən, təkcə texnologiyadan yox, texnologiyanın təsirindən söhbət gedir və ona uyğun biz buradan paraqraf seçib uyğunlaşdırmalıyıq. İkincidə, how social media shapes public opinion, sosial medianın ictimai rəyə, yəni ictimai rəyə təsiri, shapes, yəni formalaşdırır. Sosial media ictimai rəyi necə formalaşdırır? Bu şəkildə. Üçüncüdə, the changing nature of human interaction, insanlar arası ünsiyyətin dəyişən təbiəti. Burada yenə baxırıq, ofdan əvvələ baxırıq. The changing nature of human interaction. The role of digital platforms in daily life, rəqəmsal platformaların gündəlik həyatda rolu. Və baxaq abzaslarımıza. Birinci abzası oxuyanda viral posts and trending discussions often shape how communities interpret global events. Viral paylaşımlar və trend mövzular cəmiyyətlərin qlobal hadisələrin necə dəyərləndirdiyinə təsir edir. Interpret ifadəsi dərsliyimizdə olan sözlərdən biridir. Interpretasiya etmək, onu dəyərləndirmək, necə ortaya çıxartmaq mənasındadır. Daha sonra, as people constantly react to online content, public opinion can shift rapidly. Və insanlar online məzmunlara, yəni online kontentlərə postlar paylaşılır. Hansı ki, postların tərkibi nədən ibarətdir? Ona content deyilir. İnsanlar online məzmunlara davamlı reaksiya göstərdikcə İctimai rəy sürətlə dəyişə bilir. Shift də həmçinin dərslikdə olan sözlərimizdən biridir. Change sözü ilə sinonimdir, dəyişmək deməkdir. Bu birinci abzasımız oldu və buradan belə çıxır ki, viral post deyir, trending discussions və yaxud da ki, online content deyir, public opinion can shift rapidly. Artıq belə başa düşürük ki, public opinion deyirsə, ictimai rəyə təsirdən danışılır. Bu da nə olacaq? Sosial medianın artıq gedəcək ikinci başlığa title. B-yə baxaq. Instant messaging and video calls have become essential tools in today's world. İnstant mesajlaşma və ya video zənglər bugün ünsiyyət vasitələrinə çevrilib. Daha sonra, communication that once required days now happens within seconds, transforming how people connect across distances.
Artıq burada isə bir vaxtlar günlərlə çəkən ünsiyyət indi saniyələr ərzində baş verir və insanların məsafədən necə əlaqə yaratdığını tamamilə dəyişir. Yəni saniyələr, second saniyələr içərisində baş verir. Təbii ki, bu da nədir? Müasir ünsiyyətdə texnologiyanın təsiridir. Yəni ünsiyyət burada video calls, video zənglərdir, ani mesajlaşma, yəni instant mesajlaşmalardır. Müasir bugünün dünyası, yəni müasir dövrdə önəmli vasitələr olub, tools, alətlər olub. Hansı ki, connect across distances, uzaq məsafələrdən insanların necə bir-biri ilə əlaqə saxlanmasına təsir edir. Təbii ki, bu da olacaq. The influence of technology. B gedəcək 1-ə. 1-ə gedəcək B. 3-ə baxırıq. Although digital tools keep people connected, many researchers argue that face-to-face interactions are becoming less common. Online communication frequently replaces personal conversation. Baxırıq ki, əslində görürsünüz bu paragraflar bir-biri ilə demək olar ki, uyğunlaşır. Yəni burada distractorlar çoxdur. Amma diqqətli olmalıyıq. Burada necə tərcümə edir ki, rəqəmsal vasitələr insanları bir-birinə daha rahat bağlasa da bir çox tədqiqatçı üz-üzə ünsiyyətin azaldığını bildirir. Bəli, burada insanların ünsiyyətindən gedir, amma ünsiyyətdən söhbət gedir. Ancaq hətta burada online communication frequently replaces personal conversation. Online kommunikasiya, yəni online əlaqə də tez-tez şəxsi söhbətlərin yerini tutur. Artıq burada sosial daha doğrusu texnologiyanın müasir kommunikasiya, müasir ünsiyyətə təsirindən danışılmır. İnsan münasibətlərinin, insanlar arası ünsiyyətin dəyişməsindən danışılır. Yəni rəqəmsal vasitələr insanları bir-birinə daha rahat bağlasa da, bir çox tədqiqatçı üz-üzə face-to-face ünsiyyətin azalmasından danışır. Bu artıq C-yə gedəcək. Bayaqki 2B-də isə instant mesajlaşmanın və yaxud da ki, video zənglərin belə deyək də, müasir dünyada önəmli olmasından danışılmışdı B-də. Və burada biraz pozitiv cəhətlər verilmişdi ki, uzaq məsafələrdən insanlar bir-biri ilə saniyələr içərisində ünsiyyət qururlar. Yəni keçmişlə hətta indikini müqayisə eləmişdi. C variantında isə sırf insan söhbətlərinin danışması, yəni təkcə burada online yox, həm də face-to-face interactiondan söhbət gedir. Ona görə də C gedəcək 3-ə. Və 4-cü, sonuncu paragrafımıza baxaq. Bu arada kanalıma abunə olmağı, bəyənməyi, şərh yazmağı unutmayın. D-də from online shopping to digital banking, people now rely heavily on internet-based services. Online alış-verişdən tutmuş, from-dan tutmuş, digital banking, rəqəmsal bankçılığa qədər insanlar gündəlik işlərini internet vasitəsilə həll edirlər. Yəni, rely on, etibar etməkdir. Bir mənası da asılı olmaqdır. Bu da dərsliyimizin sözüdür. Həm etibar, count ondan, depend ondan da sinonimdir. Yəni, artıq internet-based, bu deməkdir ki, internet vasitəsilə, yəni internet əsaslı xidmətlərə istifadə edirlər. Və sonuncu cümləsi, these platforms help user manage daily tasks quickly and conveniently. Bu platformalar gündəlik tapşırıqları daha tez və daha rahat şəkildə icra etməyə imkan verir. Conveniently də rahat deməkdir. Və burada artıq nədən söhbət gedəcək? Digital, yəni rəqəmsal platformaların gündəlik həyatda rolu. Yəni rolundan söhbət gedirsə, burada negativlik olmamalıdır. Nəyinsə rolundan söhbət gedirsə, hər zaman istəyir digər oxuyub anlama tipli suallarda. Biz orada rol deyiriksə, həyatımızdakı rolu deyiriksə, bu negativ mənada gedir. Yəni əhəmiyyəti. Negativ, daha doğrusu pozitiv mənada gedir, negativ yox. Yaxşı mənada həyatımıza təsirindən danışılır. Və düzgün cavab oldu B, A, C, D, D variantı. Siz də bu cür testlər çox işləmək istəyirsinizsə, həm kanalıma abunə olub, həm də Telegram kanalıma qoşulub, oradan PDF-ləri əldə edə bilərsiniz.
və Telegram kanalının da linkini bu videonun şərh bölməsində qeyd edəcəm. Bundan əlavə yenə dediyim kimi MİQ və sertifikasiya hazırlığı üçün qruplarımıza qeydiyyat davam edir. O qrupa qoşula bilərsiniz. Belə kanalıma abunə olmağı, bəyənməyi, şərh yazmağı unutmayın. Hələlik.